Hello everyone. Salam herkese. Bugünkü dersimiz 5. sınıf dersliyindendir. Unit 8, Lesson Reading, bölme 8, ders okuma. Exercise 1, tapşırıq 1. Look at the text and the images. Şəkillərə və mətnə baxın. Then check the correct answer and answer the question. Düzgün cavabı seçin və sualı cavablandırın. What type of text is this? Hansı növ mətindir? Hansı növ mətin olduğunu bilməyimiz üçün mətni oxuyub tərcümə etməliyik. İkinci sualda Who is your favorite athlete? Why? Sevimli atletiniz kimdir və səbəbi? Gəlin ilk öncə dinləməmizi dinləyək, tərcümə edək, daha sonra sualları cavablandıraq. Théo Courant is from France. He swims in the Paralympics. He swims for 4 hours a day, and on weekends he swims in competitions. He can swim very fast, but he can't ski or ice skate. Saki Kumagai is a Japanese soccer player, but she plays for a French team. She loves soccer, but she likes other sports too, like basketball and volleyball. She can kick the ball very hard, but she can't swim very well. Clarence Munyai is from South Africa. He lives with his mom and dad, his 3 sisters, and his brother. He can run very fast. He can run 200 meters in 20 seconds. He can play soccer, but he can't dance. I love Saki. She's awesome. I can kick a ball very hard, but I can't play volleyball. Wow! Teo is my hero. I can swim 100 meters in 3 minutes, but I can't swim fast like Teo. I run every day for 2 hours. I can run fast, but Clarence is great. He can run 100 meters in about 10 seconds. I can't. İndi isə gəlin tərcümə edək. Théo Courant is from France. Théo Courant Fransadandır. He swimed in the Paralympics. O Paralimpik oyunlarında üzür. He swims for 4 hours a day and on the weekends he swims in the competitions. O gün ərzində 4 saat üzür və həftə sonları yarışmalarda iştirak edir. Yəni yarışmalarda üzür. He can swim very fast but he can't ski or ice skate. O çox sürətli üzməyi bacarır, amma xizək sürməyi və buz üzərində xizək sürməyi bacarmır. Saki Kumgal is a Japanese soccer player but she plays for a French team. Saki Kumgal Japon-Amerikan futbolçusudur, amma Fransa komandasında oynayır. She loves soccer, but she likes other sports too, like basketball and volleyball. O, Amerikan futbolunu bəyənir, eyni zamanda digər idman növlərinə də marağı var. Basketbol, voleybol kimi. She can kick the ball very hard, but she can't swim very well. O, topa çox bərk vura bilir, amma üzməyi bacarmır. Clarence Munyai is from South Africa. Clarence Munyai Cənubi Afrikadandır. He lives with his mom and dad, his 3 sisters and his brother. O, ana atası, 3 bacısı və qardaşı ilə yaşayır. He can run very fast. O çox sürətli qaça bilir. He can run 200 meters in 20 seconds. O 20 saniyədə 200 metr qaçır. He can play soccer but he can't dance. O Amerikan futbolu oynaya bilir, amma rəqs etməyi bacarmır. Və burada sağ tərəfdə bizim rəylərimiz var, onları da oxuyaq. Max. I love Saki. Sakini sevirəm. She is awesome. O möhtəşəmdir. I can kick a ball very hard.
but can't play volleyball. Mən topa çox bərk vura bilirəm, amma voleybol oynamağı bacarmıram. Julia, wow, Theo is my hero. Theo mənim qəhrəmanımdır. I can swim 100 meters in 3 minutes, but I can't swim fast like Theo. Mən 100 metri 3 dəqiqədə qaça bilirəm, amma Theo kimi sürətli üzməyi bacarmıram. Helena, I run every day for 2 hours. Hər gün 2 saat qaçıram. I can run fast by Clarence is great. Mən sürətli qaçmağı bacarıram, amma Clarence möhtəşəmdir. He can run 100 meters in about 10 seconds. I can't. O təxmini 10 saniyə 100 metr qaça bilir, amma mən bacarmıram. Yəni bu formada tərcümə edirik. Burada bizim bilmədiyimiz sözlər də var. Competition, yarışma, müsabiqə, weekend, həftə sonu, second, saniyə, ikinci mənası da var. Fast, sürətli. Və birinci sualın cavabı təbii ki, E variantı olacaq. Hansı növ mətindir soruşduqda? A vlog about athletes, yəni atletlər haqqında bir vlog. Exercise 2, tapşırıq 2. Read and listen to the text. Teksti oxuyun və dinləyin. Check the correct person in the chat. Cədvəldə düzgün insanı işarə edin. Yəni bizə müəyyən mətnə uyğun məlumatlar verəcəklər. Hansı məlumatın hansı şəxsə aiddirsə onu işarə edəcəyik. Kicks a ball very hard. Topa çox bərk təpik vururdu. Təbii ki, uşaqlar topla oynayan şəxsi seçəcəyik. Burada olacaq Saki. Birinci cavabımız Saki işarə edirik. İkinci, run very fast. Çox sürətli qaçırdı. Bu Clarence olacaq. 3-ə, swim very well. Çox yaxşı üzürdü. Bu Theo olacaq. 4-də, swim very fast. Çox sürətli üzürdü. Bu da yəqin ki, eyni zamanda yaxşı üzürdüsə, Theo'dan bəhs edir. Play basketball. Basketbol oynayırdı. Bu da təbii ki, Saki olacaq ki, digər idmanları da sevdiyi bildirilmişdi. Və play soccer, Amerikan futbolu oynayırdı. Bu da olacaq ki, Clarence. Beləliklə tapşırığımızı tamamladıq. Keçirik üçüncü tapşırığımıza. Read the text again and answer the questions. Mətni yenidən oxuyun və sualları cavablandırın. Mən sağ tərəfdə sizə rahat olması üçün qeyd etmişəm. What does Theo do? Theo nə edirdi? Yəni nə ilə məşğuldur? Theo swims. Theo üzürdü. 2-də where is Saki from? Saki haradan idi? Saki is from Japan. O Yaponiyadan idi. 3-də what are Saki's favorite sports? Sakinin sevimli idman növləri hansı idi? She loves soccer, basketball and volleyball. O Amerikan futbolunu, basketbol və voleybolu sevirdi. 4-də who does Clarence live with? Clarence kiminlə yaşayırdı? He lives with family. O ailəsi ilə yaşayırdı. Eyni zamanda bacısı, qardaşını da qeyd edə bilərsiniz. 5-də does Clarence play soccer? Clarence Amerikan futbolu oynayırdı. Yes, he does. Bəli, oynayırdı. 6-da who can swim 100 meters in 180 seconds? Kim 180 saniyədə 100 metr qaçırdı? Bu Julia idi ki, rəy yazan şəxslərdən birinin adıdır. Keçək növbəti səhifəyə. Language in context, yəni bu dərsimizdə bizim eyni zamanda qrammatikamız da var. Exercise 1, tapşırıq 1. Look at the examples in the chart. Cədvəldəki nümunələrə baxın. Complete the sentences from the vlog. Vlogdan tamamlayın. Yəni biz öncəki oxuduğumuz mətndən bunları tamamlamalıyıq. Amma ilk öncə istərdim can haqqında sizə məlumat verim. Can bildiyiniz kimi uşaqlar 4-cü sinifdə keçmisiniz ki, modal feildir. Mənası bilmək, bacarmaq deməkdir. Nəqli cümlədə mübtədadan sonra can gəlir və feilimiz gəlir. Can'dən sonra feili heç bir əlavə, SES əlavə edilmir. I can play football. Mən futbol oynamağı bacarıram. We can dance. Biz rəqs etməyi bacarırıq. She can speak English fluently. O ingilis dilində axıcı danışa bilir. Yəni bu formada mübtədadan sonra can və daha sonra feilimizi yerləşdiririk. İnkarda nəqli cümlədə olduğu kimi qalır, sadəcə can'dan sonra not əlavə edirik.
I can't play football. Mən futbol oynamağı bacarmıram. We can't dance. Biz rəqs etməyi bacarmırıq. She can't speak English. O ingiliscə danışa bilmir. Sualda nəqli cümlə olduğu kimi qalır. Normalda nəqli cümlədə mübtədadan sonra can gəlirdisə, sualında can cümlənin əvvəlinə keçir, yəni mübtədanın önə keçir. Bu zaman olur can we dance? Biz rəqs edə bilirik. Can she speak English fluently? O ingilis dilində axıcı danışa bilir. Və bayaq qeyd etdiyim qeyd burada da var uşaqlar, sağ tərəfdəki. Yəni can-dən sonra gələn əsas feil şəxsə görə dəyişməz. Yəni he, she, it-də feili s artırılmır. Normalda uşaqlar biz bilirsiniz ki, üçüncü şəxsin təkində he-də, she-də, it-də indiki zamanda feili s artırırıq. Amma modal feildən sonra gələn feili heç zaman biz s artırmırıq. Digər zamanlarda olsaydı belə yenə də zamana görə dəyişə bilməzdik. She can place yox, she can play olacaq. Və bizdən cədvəli tamamlamağımız istənildikdə affirmative nəqli, negativ inkar. Yəni mətndən olan cümlələrin hansı təsdiqsə birincidə, hansı inkarsa ikinci sütunda yerləşdiririk. I can run fast. Sürətli qaça bilirəm. He can play soccer. O futbol oynamağı bacarır. She can kick the ball. O topa təpik vurmağı bacarır. It can dance. O rəqs edə bilir. We can dance. Biz rəqs edə bilirik. You can ski. Sən xizək sürə bilirsən. They can play volleyball. Onlar voleybol oynamağı bacarır. Yəni sağ tərəfdə qaydada qeyd etdiyim cümlələri eyni zamanda burada da sizə veriblər. İnkarda qeyd edirik. Yəni cannot eyni zamanda can't-ə bərabərdir. I can't run fast. Sürətli qaça bilmirəm. He can't dance. O rəqs edə bilmir. She can't swim. O üzə bilmir. It can't dance. O rəqs edə bilmir. Eyni zamanda sol tərəfdə verilən nəqli cümlənin əksi sağ tərəfdə inkarda verilib. We can't dance. Biz rəqs edə bilmirik. You can ski. Siz xizək sürə bilmirsiniz. They can play volleyball. Onlar voleybol oynamağı bacarmır. Bu formada. Eyni zamanda look bizə qeyd olaraq verilib ki, can't cannot-a bərabərdir. Yəni eyni formadadır. Sadəcə qısaldırması can't olaraq yazılır. İkinci tapşırığa baxırıq. Burada bizə nə istənilir? Compose the sentence with can or can't and the verbs parenthesis. Yəni parantez burada uşaqlar mötərizənin içərisində verilən feilləri can-lə düzəldərək təsdiq və ya inkarda yazın. Trik qoyulan təsdiq, x-a qoyulan inkardadır. İndi gəlin baxaq. I can play volleyball. Mən voleybol oynamaq bacarıram, çünki trik qoyulur burada nümunədir. İkincidə inkarda olacaq x var. He can't walk to school. O məktəbə gəzərək gedə bilmir. 3-də she can surf in the ocean. O okeanda üzə bilir. Baxırıq ki, hansı x-sə inkarda deyəcəyik. 4-də x qoyulub inkarda olacaq. They can't eat pizza. Onlar pizza yeyə bilmirlər. 5-də you can dance very well. Siz mükəmməl rəqs edə bilirsiniz. 6-da x qoyulub inkarda yazacağıq. We can't ice skate today. Bugün biz buz üzərində xizək sürə bilmirik. Yəni bu formada sağ tərəfdə sizə rahat olması üçün qeyd etmişəm. Diqqətlə baxarsınız, yazdıqdan sonra cavabları yoxlayarsınız. Və burada da bizə yes no questions, yəni qısa olaraq bəli xeyr kimi cavablandıranda biz qısa olaraq bəli demək istəsək yes I can, xeyr demək istəsək no I can't kimi cavablandıracağıq. Üçüncü tapşırığa baxırıq. Ask questions and answer about what Martha and Louis can and can do. Sual ver və cavablandır. Yəni cədvələ uyğun olaraq hansı qabağında x varsa inkarda, hansısa trik varsa təsdiqdə olacaq. Və Martha neyi bacarıb, neyi bacarmadığı burada cədvəl üzrə bizə verilib. Sağ tərəfdə mən rahat olması üçün sizə qeyd etmişəm. Can Martha play volleyball? Martha voleybol oynamağı bacarır. No, she can't. Xeyr, bacarmır. Çünki burada x qoyulub qabağına. 2-yə baxırıq. Can Louis play volleyball? Louis voleybol oynamağı bilir. Yes, he can. Bəli, bacarır. 3-də Can Martha and Louis run fast? Martha və Louis sürətli qaça bilir. Yes, they can. Bəli, bacarırlar. 4-də Can Martha dance? Yes, she can. Martha rəqs edə bilir. Bəli, bacarır. 5-də Can Louis dance? No, he can't. Louis rəqs edə bilir. Xeyr, bilmir, yəni bacarmır mənasında istifadə olunur. Burada nümunələrə uyğun olaraq yazırıq. Cədvəldə verildiyi kimi. Use it, istifadə et. Exercise 4, tapşırıq 4. Write questions for your partner with can and the words below in your notebook. Öz yoldaşınıza can-dən istifadə edərək aşağıdakı sözləri
yerləşdirərək suallar verəcəksiniz. Nümunə olaraq can you dance? Rəqs edə bilirsən. Can you fast? Sürətli qaça bilirsən. Can you ice skate? Bu üzərində xizək sürə bilirsən. Can you spell your name? Öz adını hərfləyə bilərsən. Can you play soccer? Amerikan futbol oynamağı bacarırsan. Can you swim? Üzməyi bacarırsan. Yəni bu formada no I can't, yes I can't və yaxud da tam olaraq da cavablandıra bilərsiniz. 5-ci tapşırığa baxırıq. Ask and answer the question with your partner. Yoldaşınızdan suallar verib cavablandırın. Yəni 4-cü tapşırığa uyğun olaraq. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.